Dostlar, salam, hər birinizi xoş gördük. Adım Bəlidir. Bəziləriniz mən çox güman tanıyırsınız. Hal-hazırda Kontaktomda BI developer olaraq işləyirəm. Daha əvvəllər Azərpoçtda, Azalda, Veysalda, xarici şirkətlərdən Paycada, Innovada iş təcrübəm var. Sırf Power BI üzrə işləyirəm. Power BI və Power Platform üzrə işlər görmüş oluram. Bizim bugünkü mövzumuz müsahibə suallarına aiddir. Yəni daha doğrusu müsahibə taskına aiddir. Biri var ki, müsahibədə şifahi olaraq sizdən nəsə soruşsunlar. Biri də var ki, bəzi yerlərdə sizə task verirlər. Task verdikləri zaman isə siz ya 1 saat içərisində, ya 2 saat içərisində bu taskı həll etməli olursunuz. Ancaq bəzi yerlər var ki, 2 gün, bir həftə vaxt verə bilirlər. Ə, Sizin müraciət etdiyiniz yerdən asılı olaraq bu dəyişir. Yəni biz burada Power BI indi öyrənmirik. Sadəcə Power BI bilən şəxslər bir növ müsahibələrdə hansı tasklar verilir, yəni onu görmüş olacaqlar. Yəni ola bilər ki, siz gələcəkdə işinizi dəyişdirmək istəyəndə lazım ola bilər. İndi iş axtarırsınız Power BI yönümlü. Bu sizə müəyyən qədər kömək ola bilər. Vaxt itirmədən elə başlamaq istəyirəm. Əvvəlcədən deyim ki, müsahibə tasklarında, yəni Power BI-in gücünü bilmirlər kimlər ki, sizə task verir. Yəni ümumi olaraq sizdən hər hansı bir satışın, yaxud kreditin, ə, kommersiyaya aid nəyinsə vizuallaşdırılmasını, analizini istəyirlər. Ancaq siz müsahibə taskında olmayan nəyi sizdə bilirsinizsə, misal üçün parametrlərin nəsə daha avtomatik göstərə bilərsiniz. Bu sizin Power BI nə dərəcə dərindən bildiyinizi göstərmiş olacaq. Ona görə çalışın sırf taskın sualına deyil də əlavə də nəsə bilirsinizsə ona da fokuslanmış olun. Yəni kimsə sizə sırf taskı elətdirmək istəmir. Sizin Power BI bacarıqlarınızın hansı şəkildə olduğunu görmək istəyir. Task bunu müəyyənləşdirilmiş olur. Məndən yalnız bunu soruşdu, elə bunu da verdim. Deyil. Ə, Ola bilər vizual tərəfə, ola bilər DAX tərəfə daha ə, güclü tərəfinizə yatırım edə bilərsiniz, göstərə bilərsiniz ki, yəni daha sonra taskları yoxlayan şəxs də sizi digərlərindən fərqləndirə bilsin. Biz indi yerli şirkətlərdən birində adını çəkmək istəmirəm. Yəni mənim əlimdə müxtəlif şirkətlərin müsahibə taskları var. Yəni tələbələr imtahanlara girdikcə yaxud işə qəbul aldıqca tasklardan bəzilərini sonradan mənə yönləndirir. Onlardan birinin izahını toxunmuş olacağıq. Yəni müəyyən qədər sizə kömək olacağını düşünürəm. Vaxt itirmədən başlayaq. Biz elə faylları bağlayaq. OK. Ümumiyyətlə səsim yəqin ki, normal gəlir. Hər hansı bir qırıltı, xırıltı eşitmirsiniz ki? Her şey normaldı. OK, əla. Deməli, Power BI yəni bizdə Excel faylı var. Həmin Excel faylından datanı gətirəcəyik. Excel-i bilirsiniz necə gətirəcəyinizi. Yeni bir fayl gətirmək istədiyiniz zaman Excel Workbook yoxud buradan Excel Workbook-a klikləyirsiniz, oradan datanı gətirə bilərsiniz. Məndə o interview tasklar içərisindədir. Daxil olur bura. Test analitiklər. Burada həmin müsahibə təşkil edən şirkətin müxtəlif suallar var. Ancaq bəzi suallar, bu suallar Excel-ə aid tasklardır. Daha doğrusu S1, S2. Bizə Excel maraqlı deyil. Biz sırf Power BI tərəf fokuslanacağıq. Düzdür, sizdən indi baxmayaraq ki, Power BI üzrə aparıcı mütəxəssis vakansiyasıdır. Ancaq Excel bilgilərinizi də yoxlaya bilər. SQL bilgilərinizi də yoxlaya bilər. Yəni biz sırf Power BI göstəririk. Digərlərini isə özünüz müəyyən inkişaf elətdirə bilərsiniz. Kiməsə maraqlı olsa, yəni taskları göndərə bilərəm. Bizə maraqlıdır bu S6. Buradan Power BI ay sual başlayır. Hədəf, satış, satış 2023. Digərləri S1, S5 arası isə Excel aid tasklardır. Onlar bizə maraqlı deyil. Transfer data-ya keçirik. Biz datanın keyfiyyətini transfer data-da, yəni Power Query hissədə yoxlamış olacağıq. OK. Burada S6 bizdə suallardır. Yəni Excel-də gedib baxmamaq üçün sualları gətirmişik bura. Financials bu Power BI-in öz taskıdır. Bunu buradan silə bilərik. Yəni desktopdan onu silə bilərik. Hədəf 2022-2023 cədvəlimiz var.
satış 2022 cədvəlimiz var, satış 2023 cədvəlimiz var. Baxırıq, görürük ki, ümumiyyətlə sualları keçməmişdən əvvəl hədəf 2022 ilə 23-ü eyni yerdə veribdi. Yəni biz buradan baxdığımız zaman 2022-nin də datası var, 2023-ün də. Amma satışın 2022 ayrıdır, 2023 ayrıdır. Bir şey nəzərinizdə qalsın ki, demək olar ki, müsahibə tasklarının çoxunda, elə 90%-də sizə append-lə bağlı sual düşür. Yəni siz müxtəlif cədvəlləri birləşdirməli olacaqsınız. Ya merge olacaq, ya append olacaq, amma append-ə aid daha çox task alırlar. Yəni mənə gələn taskların əksəriyyətini demək olar ki, append-ə aid bir iş görməlisiniz. Append-i nə zaman edirik? Bizdə əgər birləşdirməli olduğumuz cədvəllərdən biri digərinin eyni sütunlara sütun şəklində adlanıbsa, satış 2022-dəki sütunlar, baxaq, biznes sektor, marka, satış kanalı, tarix, net satış, elə 2023-də də eyni sütunlardır. Sadəcə içərisindəki data fərqlidir. Burada 2023-ə aid datadır, burada isə 2022-yə aid datadır. Əgər sütunlar eynidirsə, biz bunu alt-alta birləşdirə bilərik. Bu zaman append queries bizim işimizdə yarayacaq. Append queries'e kliklədiyimiz zaman bu bizdən soruşacaq ki, append queries yoxsa append queries as new. Yəni mən iki cədvəli bir cədvəldə birləşdirim. Yəni ya satış 2023-ü 22-yə birləşdirirəm, yaxud satış 2022-ni 23-ə birləşdirim. Yaxud append queries as new-yə klikləyib hər ikisini yeni bir cədvəldə birləşdirə bilərəm. Satış 2022 ilə satış 2023-ü deyirəm birləşdirsin. 2 dənə cədvəldir, mən buradan seçə bildim. Yox, 3-dən artıq cədvəl olardısa, o zaman mən yeni kimsə qoşulur, onu da qəbul edim. Mən artıq buradan istifadə etməli olacaqdım. To tables'a klikləyirəm, OK kliklədiyim zaman burada artıq birləşmiş oldu. Buranı açsaq, görərik ki, 2022-nin datası da var. Aşağı düşəndə 2023-ü də görmüş olacaq. Sadəcə biz bunu sırayla görmürük. Bunu text kimi başa düşür. Ona görə görsəz 2022 də var, 2023 də var. Hər nəysə, biz bunu bu şəkildə birləşdirdik. Birləşdirəndən sonra hədəf 2022, 2023, burada da satış 2022, 2023-dür. Çünki bu ikisini birləşdirdik. Satış 2022, 2023 adını dəyişdirsək daha yaxşı olar. Çünki gələcəkdə o cədvələ istinad edəndə append sözü bizi çaşdıracaq. Həm də müsahibələrdə buna fikir verirlər. Siz measure-ın adını, sütunun adını, cədvəlin adını necə qoyursunuz? Misal üçün, kimsə sheet 1, sheet 2, yaxud measure 1, measure 2, column 3, bu kimi şeylər yazılı olsa artıq sizin səliqəsiz işləyirsiniz qənaətinə gəlmiş olacaqlar. Yəni ona görə bu kimi detallara mütləq şəkildə fikir verin. Bunun adını satış 2022, satış 2023 kimi qoyuruq. Biz bunu birləşdirdik. Bunu birləşdirəndən sonra edə biləcəyiniz ən böyük səhvlərdən biri close and apply etməyiniz olacaq. Niyə? Çünki biz bunu close and apply etdiyimiz zaman bizim modelimizdəki bütün dataset gəlib düşəcək bura. Biz gəlirik bura model view-ya. Baxın, burada nə görürük? Bizdə satış 2022-də gəldi, satış 2023, 2022-23-də gəlibdi və satış 2022-də gəlib. Onsuz da biz bu cədvəldə bu iki cədvəlin məlumatlarını birləşdirmişik. Yəni satış 2022 ilə satış 2023-ü birləşdirib belə bir cədvəl yaratmışıq. Yəni bir də bizim modeli yükləməyimizə, Power BI-nin həcmini artırmamıza ehtiyac yoxdur. Bu datalar Power Query-də qalmalıdır. Yəni zaten bunların içərisindəki məlumatlar bu cədvəldə yığılıbdır. Ona görə biz Power Query-yə qayıtmalıyıq. Power Query-yə necə qayıda bilərik? Təbii ki, transform data ilə qayıda bilərsiniz. Bir də ki, gəlib hər hansı bir cədvəlin, misal üçün, satış 2022. Bunun sonunda 3 nöqtə var. Bura daxil olub Edit Query-dən qayıda bilərsiniz. Fərqləri nədir? Əgər siz Transform Data-dən qayıdırsınızsa, o zaman birinci cədvəl açılmış olacaq. Yəni, birinci nəyə görürsə, Financials onu açmış olacaq. Yox, əgər satış 2022 gəlib bunu Edit Query-ə klikləsəniz, o zaman birbaşa baxın, satış 2022 cədvəl açılmış olacaq. Bu nə zaman sizin işinizə kömək edə bilər? Ola bilsin ki, birinci növbədə cədvəllərin sayı çoxdur və siz hər dəfə birincini açmaq istəmirsiniz. Həmin cədvəl istəyirsiniz açılsın. Yaxud hərəsi ayrı-ayrı source-dan gəlir.
Siz bilirsiniz də Power Query gələn kimi əgər mənbəni dəyişdirməmisinizsə, birinci cədvəl açılacaq, o zaman error verilmiş olacaq. Amma bilirsiniz ki, sizin desktopunuzda olan satış 2022 datasıdır və digərləri başqa source-dan gəlir. Error vermiş olacaq. Amma birbaşa satış 2022-ni gəlib editləyə bilərsiniz. Bura gəlib necə editləyəcəksiniz? Editləmək dediyim zaman mən istəyirəm ki, satış 2022 və satış 2023 Power BI desktopa yüklənməsin. Niyə? Çünki onların içərisindəki data burada var. Burada zaten onları birləşdirmişəm. Nə edə bilərəm? Bunları silə bilməyəcəm. Remove eləməyim mümkün deyil. Niyə? Çünki mən bunu silmək istədiyim zaman, baxın, delete klikləyirəm. Deyir ki, cannot be deleted because it is being referred by another query. Yəni satış 2022-2023 datası üçün bir referans rolunu oynayır. Silməyə mümkün deyil. Ancaq gəlib bunu enable load bağlaya bilərəm. Yəni disable load etmiş olacağam. Bu nə deməkdir? Bu Power Query-də qalacaq. Power Query-də qaldığı zaman yenilənmiş olacaq. Daha sonra hansı cədvəllər üçün referans olursa, o cədvəlləri də yeniləyəcək. Ancaq özü Power BI desktopa gedib düşməyəcək. Bunu bağlayıram, sonra gəlirəm buradan enable load. Bunu da bağlamış oluram. Gəlirəm satış 2022, satış 2023 bu datanı gətirə bilərəm. Close and apply etdiyim zaman artıq məndə yalnız bu data qalmış olur. Həm də biz lazımsız datanı gətirərək cədvəlin özü ilə əlaqə qurmağa çalışa bilərik. Bu da ki, ehtiyac yoxdur. Yəni 2022-ni biz niyə 2022-23 ilə birləşdirək? Hamısı bir yerdə olmuş olsun. Okay, bura qədər gəlmişik. İndi bizdən nə istəyir? Suallara baxaq. Bizdə S6 var idi. S6 daxil olaq. Satış 2022, satış 2023 və hədəf 2022, hədəf 2023. Yaşıl rəngli. Niyə yaşıl rəng yazılıb? Excel-də həmin page-i yaşıl rəngdə fərqləndiriblər ki, Excel tasklarını bitirəndən sonra Power BI tasklarının hansı olduğunu biləsiniz. Ona görə belə bir şey yazırlar. Nəzərə alaraq satış komandası sizdən aşağıdakı punktlar üzrə Power BI dashboard qurmağı xahiş edir. 1. Satış hədəflərinin illik və toplam icra faizlərinin göstərildiyi dinamik cədvəlin qurulması. Okay. Cədvəl desələr də, istəsəniz cədvəl şəklində də qurun. Daha yaxşı təqdim edə bilirsinizsə, orada qrafik də qura bilərsiniz. Yəni, əgər əlinizdəki data kiçikdir, yaxud qorxursunuz ki, axı adamlar məndən bu şəkildə təqdim ediblər. Məndən bu şəkildə tələb edirlər. Bəlkə başqa cür yaratsam kəsərlər imtahandan. Düzdür. Razıyam, bəzi yerlər var ki, mən bunu istəməmişdim axı. Bu niyə özündən nələrsə qatmış olur? İndi şirkətdən asılı olaraq dəyişə bilər. Ancaq elə şirkətdə işləməyinizi məsləhət də görməzdim. Yəni kimlərsə daha açıq fikirlidir, soruşmadığı nəsə təqdim edirsinizsə, daha yaxşı göstərirsinizsə, zaten sizlə işləmək istəməlidirlər. Okay, bizdə deyir ki, satış hədəflərinin illik və toplam icra faizlərinin göstərildiyi dinamik cədvəlin qurulması. Birinci bizə bunların müqayisəsi lazım olacaq. Yəni mənim hədəfim nə idi və mən neçə faizini icra eləmişəm? 2022-də necə idi, 2023-də necə idi? Təbii ki, bunlar müqayisə eləməyim üçün mən tarix üzrə müqayisə edə bilərəm, əsasən də il üzrə. Bunun üçün mən kalendarı yaratmalıyam. Kalendarı yaratmaq üçün yəni siz süni intellektin köməyi ilə də kalendar yarada bilərsiniz. Sadəcə desəniz ki, DAX olaraq versin, yazacaq. Yaxud ümumiyyətlə bilməyənlər üçün ki, mən sıfırdan sadə şəkildə göstərmiş olum. New Table-a klikləyəcəksiniz, kalendar yazacaqsınız. Funksiya kalendar çağıracaqsınız. Burada start date, end date istəyir. Start date-ə bizdə minimum satış tariximiz, minimum neçədirsə onu da yarada bilərsiniz. Amma bir dəqiqə. Bir də var ki, biz onsuz da ki bilirik ki 2022-2023-dür. 2022-2023-dürsə, gəlin biz statik olaraq yaradaq. Niyə statik olaraq istəyirəm? Çünki burada bir problem çıxacaq. O problemi də görmüş olasınız. New Table-a klikləyirəm. Yenidən kalendar yazıram. Bərabərdir. Kalendar. Start date. Start date-ə bir date funksiyasını çağırıram ki, məndən soruşsun. İl, ay olaraq nəyə qeyd edə bilim? Okay.
Yer olaraq deyək ki, məndə 2022-23-ün datasıdır. 2022-ci ilin 1-ci ayının 1-i məndə start date'dir. Amma istəsəniz bunun yerinə yaza bilərsiniz ki, minimum satış. Satışdakı minimum tarixini isə onu götürmüş olsun. Yəni case olaraq dəyişə bilər bu. End date isə today də yaza bilərsiniz. Amma bizim əlimizdəki data onsuz da 2023 o qədər olduğu üçün today yazmamızın bir mənası yoxdur. Yəni new datada blank saxlayaq. Cari il çıxılsın 2 də yaza bilərik, amma maksimum satış da yaza bilərik. Satışdakı tarixin maksimum nədirsə. Yaxud statik olaraq elə date'i çağırıb 2023-cü ilin 12-ci ayının 31-nə qədər bir kalendarı yaratmalıyıq. Yarada bilərik. Bu kalendarı yaradandan sonra mənim mouse-da deyəsən problemim var. İşləyirmi bu? Hə. Kalendarı yaradandan sonra əgər biz Time Intelligence funksiyalarından istifadə edəcəksə, gəlib Table Tools-dan Mark as Date table etməliyik. Bunu edəndə nə baş verəcək? Fikir verin, bizdə date bir iyerarxiya şəklindədir. Burada iyerarxiya var. Və Power BI bizə bunu date kimi göstərir. 1-i 1-ci ay 2022. Amma backdə arxada bu belə deyil. Power BI yazır ki, date bərabərdir 1-i 1-ci ay 2022, year bərabərdir 2022, month bərabərdir 1, day bərabərdir 1. Yəni bunun hamısını görmüş olur. Bizə amma onu göstərmir. Biz deyirik ki, sən bunu bir date kimi tanı. Orada başqa heç nəyə fokuslanma. O zaman date'i gəlirik, mark as date table edirik. Bunu etdiyimiz zaman fikir verin, buradan iyerarxiya itdi. Yəni bir növ vəsiqə şəklini verir ki, mən bunu artıq bir date cədvəli kimi tanımış oluram. Bu bizdə həm də quick measure-dan year over year, year to date analizləri etmək istədiyimiz zaman bizim işimizə yarayacaq. Okay. Mənə nə lazımdır? İllik istəyir. O zaman buradan bir dənə yer çıxarda bilərəm. New column-a klikləyirəm. Bu arada hamısını eyni DAX-ın içində yaza bilərik. Add columns-dan istifadə edərək. Sadəcə mən minimumdan göstərirəm ki, burada yoldaşlardan bəziləri tam yeni ola bilər. Bu sahəni dərindən bilməyə bilər. Onlara tam aydın olsun proses. Year bərabərdir. Year funksiyasını çağırıram. Date olaraq kalendarda bayaqki yaratdığım date'i çağıra bilərəm. Kalendar yaratdığım cədvəlin adıdır. Date onun içində yaratdığım bu sütundur. Mən deyirəm ki, bu sütunun içərisindən yeri çıxart. O da məndə 2022, 2023 çıxartmış olur. İstəsək əlavə olaraq month ayın rəqəmini də çıxarda bilərik. Ayın adını da new column-a klikləyək. Month yaradıram. Bərabərdir. Bu month ID qoyaq bunun adını. Bərabərdir. Month funksiyasını çağırdığım zaman kalendar date'i çağırıram. Mən gördüyünüz kimi məndən ayın rəqəmini çıxardır. Əgər ayın adını çıxartmaq istəyirəmsə, o zaman mən bu format funksiyasından istifadə etmiş olacağam. Month name yazıram. Bu səbəb ayın adı olmuş olacaq. Format funksiyasını çağırıram. Value olaraq həmişə onsuz da date funksiyasını çağıracağam. Kalendar date. İkinci tərəfdə məndən format istəyir. Əgər mən ayın adını bütöv olaraq görmək istəyirəmsə, January, February kimi, o zaman dırnaq içində 4M şəklində yazacağam. Burada ayın adını çıxartmış olur. Yox, əgər mən Azərbaycanca görmək istəyirəmsə, bir dənə də vergül yazıb, dırnaq içərisində az yazırsam kifayət eləyir. O zaman isə fikir versiniz, burada Azərbaycan dilində yazılmış olacaq. Yox, mənə deyək ki, ingilis dilində hər şeyi hazırlayıramsa, bu zaman kifayət edəcək. Yaxud short month name kimi istəyirsinizsə, 3 hərfdə də saxlaya bilərsiniz. Biz bütöv istəyirik. Okay. Bundan sonra biz bu iki cədvəli birləşdirməliyik. Baxın, adətən ulduz sxemasında mərkəzdə bir fakt cədvəli olur. Və həmin fakt cədvəli biz ətrafdakı dimension cədvəlləri birləşdiririk. Amma bu səfər fərqlidir. Burada yenə mərkəzdə bir cədvəl var. Onu ətrafdakı cədvəllərlə birləşdirməli oluruq. Amma mərkəzdəki dimensiondır. Digərləri fakt cədvəldir. Fakt cədvəl nədir? Financial bu əlavə datasetdir. Bunu mən sileyim. Bu bizə lazım deyil. Delete from model. Bizdə biri satışdır, biri hədəf. Bu suallardır. Bu bizə lazım deyil. Okay. Mərkəzdə dimension cədvəldir. Kalendar dimension. Satışla hədəf isə bunlar isə
fakt cədvəllərdir. Fakt cədvəllərdə data təkrarlanır. Yəni harda tranzaksiya görürüksə, satış görürüksə, sifariş görürüksə, bunlar ə, data cədvəl adlanır. Müsahibələrdə ola bilsin sizdən soruşurlar. Data cədvəl nədir? Lookup cədvəl nədir? Dimension cədvəl nədir? Bir-birinə fərqi nədir? Ə, Biz əməliyyatların getdiyi cədvəli saxlayırıq satış datasında. Amma hansı müştəri tərəfindən, yaxud hansı məkanda hansı məhsullar alınır? Bunlar üçün ayrı-ayrı dimension cədvəl yaratmış oluruq. Ə, İndi bizdə bir dənə kalendar var ki, mən istəyirəm ki, bu kalendarı bu iki cədvəllə birləşdirim. Niyə? Çünki mən bir dənə il seçdiyim zaman o həm bu cədvəli filtrləməlidir, həm də ki, satış cədvəlini filtrləmiş olmalıdır. Okay. Baxıram görürəm ki, burada tarix yoxdur. Adı aydır, ay. Və burada da tarix cədvəli, tarix sütunu var. Görüm onlarla necə birləşdirə bilərəm. Gəlirəm hədəfə. Hədəfə görəm adı aydı, amma içərisi ildir. Baxın, müsahibədə sizi belə çaşdıra bilərlər. Ə, Bu əslində ildir, il olmalıdır. Amma bu da düzgün deyil. Çünki biz kalendarı tarixlə tarix arasında əlaqə qurmalıyıq. Yerlə yer arasında yox. Çünki dimension cədvəl, fakt cədvələ yaxşı olar ki, elə one to many şəklində bağlansın. Kalendarda nə isə bir seçdiyiniz zaman ona uyğun olan bütün illər seçilmiş olsun. Kalendarda ə, year var, amma mən date-lə buradakı date-i bağlamalıyam. Burada da date yoxdur. Bunun üçün çox üsul var ki, siz burada date-i necə yaradacaqsınız? Birincisi gəlib burada süni şəkildə yeri siz date-i çevirəsiniz. Necə çevirəcəksiniz? Daxil oluruq, yenidən Power Query-ə qayıdırıq, Edit Query. DAX-la da edə bilərsiniz, amma ən sadə üsulu gəlib burada deyə bilərsiniz ki, bunu harda 2023 görürsə, onu birinci ay 2023 kimi görmüş olsun. Gəlib bunun data tipini date eləmək istəsəniz, bu 1905-ci ilə çevirəcək. Niyə? Çünki Excel-də kimi burada da tarix birinci ay 1900-cü ildən başladığına görə o 1900-cü ilin üzərinə 2023 gəlir, o da eləyir 1905. Gərək 40 mindən çox gəlmiş olsun ki, o 2026-nın yaxud 2018-ci ilin datası, 2023-cün datası, gəlsin o nəticəni versin. Biz deyə bilərik ki, sən harda 2023 görürsənsə, replace elə, biri birinci ay 2023 ilə, biri birinci ay 2023. Ancaq belə bir error çıxır. Nə deyir? Üzərinə gətirən mouse'u deyəcək ki, data tip problemi yaşayacaq. Okay, enter a number value. Çünki bu bir numberdır. Biz dəyişdirməyimiz üçün bunun əvvəlcə data tipini textə çeviririk. İndi rahat şəkildə bunu replace edə bilərik. Deyirik ki, biri birinci ay 2023 olsun. Harda 2023 görürsə. Məsələn, gəlirik eyni şey 2022-yə də tətbiq edirik. Replace verirsə gəlirik. Biri birinci ay 2022. Okay. Bundan sonra bunun data tipini gəlib date-e çevirə bilərik. Rahat şəkildə tarix olur. Bunda adını date qoya bilərik. Date ya tarix qoya bilərik. İndi sual verə bilərsiniz ki, bəs bəlkə biri birinci ay deyil, biri beşinci aydır, 7-si 8-ci aydır. Biz niyə bunu yanvarın birinə çevirdik? Axı bizə yanlış nəticə verə bilər. Əslində belə bir şey olmayacaq. Niyə? Çünki hədəf onsuz da illik müqayisə olunur və sizdə də zaten sizə tarix verməyiblər, sizə il veriblər. İl verdiklərinə görə sizdən sadəcə il istəyirlər. Gəlib suala baxsaq, görəcəyik ki, bizdən satış hədəflərinin illik və toplam icra faizlərinin göstərildiyi dinamik cədvəlin qurulması. Yəni, bu deməkdir ki, bizdən il üzrə istəyirlər, il üzrə müqayisə etməliyik. Amma biz kalendarla onu birləşdirməyimiz üçün bizdə tarix sütunu olmalıdır. Biz bunu tarixə çevirdik. İndi rahat şəkildə gəlib bunu birləşdirə bilərik. Amma üsul çoxdur. Ondan çox üsul var ki, bunu həll etmək üçün mən bir üsulunu göstərmiş oldum. Gəlirik burada kalendarla buradakı date-i birləşdiririk. Save edirik. Baxın, birin çoxa şəklində birləşdirirsə okeydir. Daha sonra tarix cədvəlindən buradakı tarix sütunundan buradakı date sütununu birləşdiririk. Məsələn, bunu da filtrləmiş olur. İndi suala uyğun olaraq vizualı seçməliyik. Sual nədir? Satış hədəflərinin illik və toplam icra faizləri. Burada müqayisə var. Biz hədəflə satışı 2022-ci il üzrə də müqayisə edə bilərik. Amma necə müqayisə edə bilərik? Hansı vizualı seçməliyik?
Bunu həll etməyimiz üçün sizin ağlınıza vizual gəlməyə bilər. Səhv vizual seçə bilərsiniz. Ancaq əlinizdə şərait varsa, internet üzərindən də ə, belə bir sayt var ki, Database Project. Database Project-ə daxil olursunuz. Bu saytda siz hansı funksionallıqda bir çart axtarırsınızsa, ona uyğun sizə çartlar, qrafiklər önermiş olacaq. Funksionallıq nə axtarırıq? Müqayisə. Müqayisə kliklədiyimiz zaman bizə belə bir vizuallar təklif edir. Ə, Məsələn, bunlar sırf Power BI üçün deyil. Təbii ki, bütün vizualları Power BI-də hər hansı bir üsulla yaratmaq olar. Ancaq daha rahat olardı ki, Power BI-nin ana səhifəsində default olaraq bizə təqdim edən vizualları yaradaq ki, sonra daha az vaxt sərf etmiş olaq vizual üçün. Ə, Bu vizual misal üçün clustered bar chart. Buna stacked column chart deyəcəksiniz, buna clustered. Clustered'ını müqayisə edə bilərik. Necə edə bilərik? Misal üçün biri 2022-ni bildirsin, biri 2023-ü bildirsin. Deyək ki, qırmızı rəng hədəfi bildirəcək, bu rəng isə satışı bildirmiş olacaq. Biz orada müqayisə edə biləcəyik. Hansı ildə azalıb, yaxud hansı ildə artım olub. Okey. Biz daxil oluruq. Burada bir column chart. Stackdir, cluster'da gəlirik. Clustered column chart seçə bilirik. Cluster column chartda biz X oxuna, əgər tarix üzrə müqayisə aparırıqsa, column chartda və line chartda həmişə X oxunda tarix olmuş olacaq. Y oxunda isə bizim value'muz nədirsə, dəyər nədirsə. Onu atacağıq ki, column-un hündürlüyü, line-in hündürlüyü ona görə müəyyənləşmiş olsun. Mən il üzrə müqayisə apardığım üçün year atıram bura. Və Y oxuna isə həm satışın datasını, həm hədəfin datasını atmış oluram. Baxın, sigma işarəsi o deməkdir ki, default olaraq bu cəmlənmiş olacaq. Burada net satış var. Numerik data olduğu üçün cəmləyəcək. Hədəfi atıram Y oxuna. Baxın, sum of hədəf. Default olaraq sum'ı vermiş olacaq. Bu columndur, amma biz buna implicit measure demiş oluruq. Özümüz ayrıca measure yazsaydıq, ona explicit measure deyəcəkdik. Net satışa klikləyirəm. Net satışı da, amma fikir verin, net satışı göstərmir. Fikir yeri açılır, net satış yoxmuş kimi görsənir. Amma biz gəlib burada net satışa baxsaq, görərik ki, data var. Problem nədir? Belə olanda həyəcanlanmırıq. Ən birinci əlaqələri yoxlayırıq. Əlaqələr baxırıq görürük ki, date ilə date arasında əlaqə var, burada da date ilə tarix arasında var. Bu həll olandan sonra data tiplərini yoxlamağa çalışmalıyıq. Gəlirik kalendara, kalendarda təbii ki, biz kalendar yaratsaq özü avtomatik onu date yaxud date time vermiş olacaq. Tam rahat olmaq üçün bunu date-də də çevirə bilərsiniz. Bu artıq formatıdır. Hansı formatda görmək istəyirsinizsə, short date-də də istəyirsiniz, saxlaya bilərsiniz. Hədəfə gəlirsiniz. Hədəfdə də bunun da data tipi date'dir. Short date şəklində saxlayıb görə bilərsiniz. Satışa gəlirik. Satışda tarix seçirik. Amma görürük ki, data tipi date deyil. Deməli, problem buradan qaynaqlanır. Ona görə bunun data tipini date-ə çeviririk. Və salam. Data tipi date olandan sonra görüntü olaraq da short date şəklində saxlaya bilərik. İndi gəlirik bura. Fikir verin, vizual artıq yaranmış olur. Biz indi bu vizualdan nə görə bilərik? Bu vizualdan görə bilirik ki, bizim 2022-də hədəfimiz daha çox idi. Göy rəngi olan hədəfi bildirir. 2023-də isə hədəfi keçmişik artıq. Yəni 2022-də hədəfi vura bilməmişdik, 2023-də isə çox keçmişik. Bunu indi sum of şəklində saxlamayaq. Sum of-u silməyimiz üçün, yəni buradan gəlib silə bilərsiniz. Net satışı silə bilərsiniz. Artıq dizayna müəyyən qədər vaxt qazana bilərsiniz ki, istədiyiniz formata salın. Amma bir şey var. Bizdən icra faizlərini istəmişdilər. Yəni, icra faizi deyəndə nədir? Yəni, neçə faiz hədəf çatıbdır, yaxud keçibdir. Onu göstərməliyik. Onu göstərməyimiz üçün biz gərək satışı hədəfə bölmüş olaq. Yeni bir measure yarada bilərik. New measure. Adını qoya bilərik icra faizi bərabərdir. Mən də divide funksiyasından istifadə edə bilərəm, yaxud slash-dən istifadə edərək bölə bilərəm. Divide funksiyası daha təhlükəsiz olacaq. Divide-də bizdən birinci numerator istəyir. Numerator sürətdə olandır.
Yəni biz nəyi bölürük? Biz satışı bölürük. Satış yazmaq istəsəm gəlməyəcək. Çünki bu bir measure-dır. Measure-də mən hər hansı bir sütunu gətirib yerləşdirə bilməyəcəm. Bunu aqreqatlaşdırıb gətirə bilərəm. Ona görə əvvəlcədən ya satış measure yaratmalıyam, yaxud burada sum yazıb həmin satışı bura atmalıyam. Satış, net satış. Bu mənim birinci tərəf. İkinci denominator asılır. Denominator isə artıq bizdə məxrəcdə olandır. Yəni nəyə bölürəm odur. Mən bunu hədəfə bölmüş olacağam. Hədəf də yenə gəlmir. Çünki o bir sütundur. Sam yazıram. Burada hədəf seçirəm. Okey. İcra faizi gəlib burada göstərmiş olur. Siz hər hansı bir kiçik kart yarada bilərsiniz. Bir dəqiqə burada default kartları açaq. Fikir versəniz burada az vizual göstərir. Ancaq siz gəlib Restore Default Visuals'a kliklədiyiniz zaman burada vizualların sayı çoxalmış olur. Power BI bu son 3 ayda bu şəkildə göstərir. Karta klikləyirik. Bəlkə də 3 aydan çoxdur, bir ilə yaxın ola bilər. İcra faizini seçirik. 0,88. Hə, siz nəticəni almağınız üçün faiz tapılanda axı sonra 100-ə vururlar. 100-ə vurmadan da gəlib burada faizə klikləsəniz, bu bunu faiz kimi göstərəcək. Desimal yox eləməyiniz üçün bura 0 yazmağınız kifayətdir. 88% kimi göstərə bilərsiniz. Sonra bunu background-a uyğun olaraq background-unu silə bilərsiniz. Bir dəqiqə. Okay. Title-ını yox etsəz, icra faizi istəsəz qala bilər. İndi o vizual tərəf istədiyiniz olmuş olacaq. 88% icra edilibdir. 100%-dən aşağıdırsa, amma səhvdir bu data. Bu biz hansını bilirik ki, bu 2022-yə aiddir, yoxsa 2023-ə aiddir? Bu ümumi olaraq göstərir ki, mənim əlimdəki hədəfin toplamda 88% icra olunubdur. Mən onu 2022-2023-ə aid ayrıca measure-larla göstərə bilərəm. Yəni ayrıca measure yarada bilərik. Necə yaradacağıq? Yeni bir measure yarada bilərəm. New measure. Mən əgər istəyirəm ki, bu measure sırf 2022-nin icra faizini göstərsin. Bu yaxşı üsul olmazdı. Çünki bütün illər üçün ayrı-ayrı göstərəcəm. Yəni o üsulla necə yaradacaqdır, onu göstərim. 2022 icra faizi bərabərdir. Calculate funksiyasından istifadə edəcəyik. Calculate funksiyasından nə zaman ki biz nəyisə filtrləyirsə, şərt yazırıqsa, calculate kömək edəcək bizə. Nəyi görmək istəyirik? İcra faizini. İcra faizini atırıq bura. İkinci tərəfdə isə filtrləmə işlərini apara biləcək. Yəni bizə nə lazımdır? İl bərabərdir 2022. Bunu bağlayırıq. Bunu atırıq bura. Vizualdan çıxardaq. İcra faizini çıxardıram. 2022 icra faizini atıram bura. Göstərəcək ki, 37% icra olunubdur. Eyni şeyi kopyalayıb bunu 2023-də yarada bilərik. Yaxud ümumiyyətlə sizdə icra faizi qala bilər. Siz daxil olub buradan filtrləyə də bilərsiniz. Filter on this visual-a il ata bilərsiniz. Year basic filteringdə məsələn 2022-ni də seçə bilərsiniz. Görəcəksiniz ki, əlavə measure-lar yaratmadan elə bir measure rahat şəkildə filtrləyə bilərsiniz. Baxır hansı üsulu seçə bilirsiniz, hansı rahatsa o. Yəni çalışın ən qısa olanı və analitik olaraq ən rahat olanı seçmiş olun. Uzun-uzadı dakslar yazmaq, əgər sizdə rekomendasiyada yaxud tələb requirementlərdə görünürsə, DAX bilgilərini güclü bilmək tələb olunur. Hə, o zaman çalışın DAX-a daha çox üstünlük verin. Amma elə yer var ki, sizdən datadan yaxşı bir insight çıxartmağınızı istəyir. Onlara maraqlı deyil. Siz güclü DAX bilirsiniz, modelinqi güclü bilmiş olursunuz. Ona görə tələbləri yerinə yetirib ancaq daha yaxşı şəkildə təqdim eləməyimiz vacibdir. Okay, biz bunu icra faizlərini göstərəcək vizualı yaratmış oldu. Ancaq bir də var ki, siz icra faizindən fərqli olaraq hədəf kimi satış hardadır, hədəf hardadır, onu göstərmək istəyirsiniz. Gauss chartla da göstərə bilərsiniz. Gauss charta gəldiyiniz zaman, Gauss chartda, Gauss chart bizdə budur. Speedometer olan.
Yəni sürət ölçəni oxşuyur, ona görə adı qausdur. Taxometrdə istifadə edə bilərsiniz. Çoxdur. Əlinizdə imkan varsa, əlinizdə imkan olarsa Get More Visuals-a klikləyib, burada gauge yazıb, məsəl üçün gauge yazsaz, yüzlərlə vizual çıxmış olacaq. Yaxud taxometr yazsanız, ona uyğun vizuallar çıxmış olacaq. Amma ümumiyyətlə, əgər lisenziya yoxdursa, istifadə edə bilmirsinizsə, sizə taskı verən şirkət də əgər belə deyim, lisenziya yoxdursa onlarda, ancaq desktopdan işləyirsə, siz oradakı vizualı yaratsanız, onsuz da onların kompüterində açılmayacaq. Ona görə yaxşı olar ki, default olaraq Power BI-nin bizə təklif elədiyi ana səhifədəki vizualları istifadə etmiş olasınız. Gauss chartı seçirsiniz. Gauss chartda əsas bilməli olduqlarınız vəli olacaq və vəli olmuş olacaq. Siz bir də target olmuş olacaq. Bunları istifadə edə bilərsiniz. Hədəfi atırsınız. Hədəfi atacaqsınız. Yox, hədəfi target atmış olacaqsınız. Gəl target atırıq. Və satışı satışı atacaqsınız vəliyə. Bu artıq indi bizdən hədəfi görmür. Niyə? Çünki 2 ili toplayır. Bizdə satış bu qədər deyildi. Biz bir dənə də slicer yaradaq. Slicerdə biz daxil olub bura ilə ata bilərik. Slicer'dan Tile kimi ya list kimi bunu seçək. 2022-yə aid olan datanı seçmiş olaq. Okey, 2023. Mən hədəfdə görə düzgünmü yaratmışıq? Targetə sum of hədəf. Satış amma count of satış göstərir. Problem buradadır. Satış bunu sum edə bilirikmi? Yox. Amma mən satışın kanalını atmışam. Satışın dəyərini atmalıyıq. Net satış. Satış kanalı bir tekst olduğuna görə həmin teksti cəmləyə bilməz. Gərək numerik data olsun ki, onu cəmləsin. Bunu atdığım zaman isə, misal üçün 2022, 2023. Məsələn, 2023-də görürük ki, bizim hədəfimiz 5 milyondur, amma 8 milyonluq satış yerinə yetirmişik. Ümumiyyətlə dostlar, ola bilər ki, sizin satışınız ayba-ay dəyişə bilər. Keçən aydan çox ola bilər, az ola bilər. İndi bizim datamız limitlidir. Amma mən ümumi olaraq Power BI-da hər hansı bir sample datadan financial sildim. Sample data üzərində mən Gantt chart izah edim, sizə lazım olar. Buradan blank reportdan yaratsaq, yeni bir dataset üzərindən onu göstərin, bununla qarışdırmayaq. Gantt chartı rəng də verə bilirsiniz ki, sizin işinizi müəyyən qədər asanlaşdırsın, daha yaxşı göstərmiş olsun. Sample data istifadə edək. Bura daxil olursunuz. Load sample dataya kliklədiyiniz zaman burada hazır dataset var ki, o dataseti istifadə edə bilərsiniz. Okey. Load-a klikləyirsiniz. Burada bizdən, misal üçün, baxaq görək nə var. Bizdən satış. Bizdə də burada COX var, tarix var, satış var, amma target yoxdur. Tamam, eyb yox. Target yoxdursa elə hazır öz əlimizdəki datasetdən bir tarix yaradaq. Bizdə satış keçən ayda var idi axı. Hədəfdəki tarixi biz özümüz yaratdıq. Ona görə yalnız yanvarın birini göstərir. Amma satışdakı tarix fərqlidir. Hər aya aid tarix var. Biz deyək ki, keçən ayın satışını hesablamaq istəyirik. Last month-ı. Necə derik? Yeni bir new measure yaradırıq. Last month sales yazırıq. Bərabərdir. Şərt anlayışı varsa calculate istifadə edirik. Sum satış burada istifadə edəcəyik. Net satış. Daha sonra isə ikinci tərəfdə filtrləmə iş aparırıq. Mənə lazımdır ki, mən hesablayıram nəyi? Keçən ayın satışını hesablayıramsa, Dated-dən də istifadə edə bilirik. Amma Dated ən yaxşısı Dated-dən istifadə edir, Calculate-dən yox. Dated bizə imkan yaradacaq ki, mən birinci tərəfdə datanı göstərirəm, hesablayıram. İkinci tərəfdə onun filtrləmə işini aparmış olacaq. O zaman isə Calculate satış, Dated add yazırıq. Dated-də bizdə kalendar istəyir. Kalendarın
tarixini yazıram. İkinci tərəfdə isə nəyi görmək istəyirəm? Keçən ay dediyim üçün bu -1 yazmağım kifayətdir. -1 ilə təkcə mən keçən ayı, keçən günü, ili deyil də hansını istəyirəm onu göstərə bilərəm. Month'ı seçirəm, mənə ay lazımdır. Mən artıq last month sales'i buradan görə bilərəm. İndi mən hədəflə yox, keçən ayla müqayisə etmək istədiyim zaman last month sales ə, burada target atıram. Və mənə əlavə olaraq bir dənə də slicer lazımdır. Aylar üzrə dinamikliyi görüm deyə. Daxil oluram bura. Burada month name atıram. Fikir versiniz, ayların sıralaması düzgün deyil. Niyə? Çünki bu aylar tekstdir. Ona da fikir vermiş olacaqlar. Biz gəlirik kalendardan. Month name'i. Sort by column, month ID-yə görə sort edirik. Və salam. Burada artıq yoxlayırıq, aylar düzgün şəkildə sort olunubdur. İndi mən aylar seçsəm, mart ayında fikir verirsiniz, hədəfə çatmamışıq. Aprel ayına gələndə hədəfi artıq keçmişik. Bu hər aya görə dəyişir. Əgər mən istəsəm ki, bu dinamik olaraq rənginin dəyişsin, misal üçün hədəfi keçibsə yaşıl rəngdə, hədəfdən azsa qırmızı rəngdə, onu yarada bilərik yeni bir measure-lə. Adını rəng qoyuram, color. Switch funksiyasından istifadə edə bilərik iç-içə if-lərdən qaçmağımız üçün. True olaraq çağırıram ki, əgər məndəki satış sum sales net satış böyük olarsa, bizdə deyək ki, bunu böyük olarsa, mən true'dan sonra bir bunu belə keçirtmiş olum. Nədən? Last month sales'dən böyük olarsa, o zaman result olaraq mənə qaytarsın, deyək ki, yaşıl rəng. Green yazıram. Əks halda kiçik olarsa mənə misal üçün red yazsın. Həmin rəngi daxil olub burada colors rəngin özünə fx-lə əlavə edə bilərsiniz. Field value burada həmin measure gətirirsiniz. OK kliklədiyiniz zaman baxın, hal-hazırda hədəfi keçib yaşıl rəngdədir. Ancaq burada da keçib yaşıl rəngdədir. Harda isə çatmayıbdır, o zaman qırmızı rəngdə göstərmiş olur. Sizə əgər maraqlı olarsa, burada yaşıl qırmızı deyil də hex kodları yaza bilərsiniz. ChatGPT-nin köməyi ilə, Gemini-nin köməyi ilə hex kodları oradan götürə bilərsiniz. OK, biz indi bu əlavələr göstəririk. İndi bizdən başqa bir problem var. Bizim suala gəlib baxırıq. Suallarda belə bir sual var ki, hər ayın ilk 10 gününün satışlarını göstərən cədvəl olmalıdır. Cədvəl deyil də, siz bunu line chartda göstərsəniz daha yaxşı olar. Yəni, cədvəl onsuz yarada bilirsiniz. Line chartda göstərdiyiniz zaman hər ayın ilk 10 gününü necə göstərə bilərsiniz? 10 gününü gəlib burada line chart yarada bilərsiniz. Bu line chartdan istifadə edə bilərsiniz, yaxud burada fərqli bir line chart göstərə bilərsiniz. Gəlin biz default olaraq buradakı line chartı istifadə edək. Ayın adını atırsınız bura, month name. Month name ilk qrupuquna isə satış ataq. Satış. Bu default olaraq bütün ayları bütün günləri göstərmiş olur. Bizdən isə nə lazımdır? Hər ayın ilk 10 günü. Bunun üçün yenə hesablama aparmalıyıq. Təbii ki, gəlib burada gün, əgər bizdə kalendarda gün yoxdur, yaradaq onu birinci. Kalendardakı günü gətirib filtr ata bilərsiniz. Amma sualın şərtində bizə imkan vermir. Günü yaratmağımız üçün D yazırıq. D funksiyasının köməyi ilə kalendardakı date'i atırıq bura. Günü çıxartdı. Biz gəlib filtrdən onu filtrləyə bilərik. Sadəcə bizdə şərtdə deyir ki, satışda yalnız measure funksiyonallığı ilə tənzimlənməlidir. Bu deməkdir ki, biz measure ilə bunu DAX yazaraq bunu həll etməliyik. Çox sadə. Biz nə edirik? Deyirik ki, yeni bir measure yarat, new measure. 10 günün satışı. OK. 10 günün satışı, misal adını bu şəkildə qoyaq. Günün satışı ilk 10 günü satacaq.
satışlarını göstərmiş olacaq. Şərt anlayışı varsa, calculate-dən istifadə edirik. Bizə satış lazımdır, net satış və ə, müqayisədə isə bizdən ikinci tərəfdə filtrləyirik. D bərabərdir, D bərabərdir. D. Hə, kalendardakı D kiçik bərabərdir 11 olsun. Yox, kiçik bərabər 10 olsun. İlk 10 gün istəyir. Yaxud kiçik 11 olsun. Fərq eləmir necə yazırsınızsa, yəni eyni nəticə gəlib çıxacaq. Bunu gətirib bura atsanız, net satış. Artıq hər ayın ilk 10 gününün satışını göstərəcək. Amma unutmamalısınız ki, burada 2 ilindir. 2 ilin nəticəsini göstərir. Gəlib ayrıca bir slicer yaradıb, orada 2022-ni seçili saxlaya bilərsiniz, ya 2023 seçili saxlaya bilərsiniz, istəyə görə dəyişmiş olsun. Sonra müsahibələrdə tələbələrin ən çox çətinlik çəkdiyi hissələr modelingdə bu hissə olur ki, biz gələk, marka, kanal və tarix aralığını seçilə biləcəyi slicer filtrlər olmalıdır. Burada bizdə markaya üzrə dimension cədvəl yoxdur. Biz markanı gətirib satış cədvəlindən açsaq, satışda marka var. O zaman hədəf cədvəli filtrlənməyəcək. Yox, hədəf datasına gətirib markanı açsaq, satış cədvəli filtrlənməyəcək. Çünki bunlar arasında əlaqə yoxdur. Hə, bunlar arasında əlaqə olsa belə, ola bilər ki, bəzi markalar satışda olsun, hədəfdə olmasın. Elə ola bilər ki, bəzi markalar hədəfdə olsun, satışda olmasın. Yəni bizə elə bir marka cədvəli lazımdır ki, o marka cədvəli öndə olan data, marka sütunda olan data hər iki cədvəldə olsun. Yəni hər iki cədvəldə olan markaların hamısı həmin o unique cədvəlimizdə olmuş olsun. Bu kalendar deyil ki, biz DAX-la yaradaq. Biz marka cədvəlini özümüz yaratmalı olacağıq. Ən asan yol, yəni tree təzədən istifadə edərək yarada bilərsiniz, digərlərini birləşdirə bilərsiniz, yaxud union funksiyasının köməyi ilə yarada bilərsiniz. Amma Power Query-də çox rahat şəkildə hər iki cədvəlin duplikatını çıxarda bilərsiniz. Burada duplicate column, ya referansla da edə bilərsiniz. Orada dəyişəndə dəyişsin. Okay, referansla da edə bilərsiniz. Gəlirsiniz bura, burada markadan başqa hamısını remove edirsiniz. Remove other columns. Daha sonra bu hədəf idi. Satışdan da, satış kimi buradan da gəlirsiniz. Duplikatını, referansını çıxardırsınız. Markadan başqa hamısını remove as a columns edirik və burada remove duplicates. Yox, əvvəlcə bunları birləşdirək. Necə birləşdirəcəyik? Append-dən istifadə edərik. Append queries. Bu səfər ikisini bir cədvəldə də birləşdirə bilərik. Hədəflə mən satışı, hədəf ikinci ilə satışı birləşdirirəm. Bu hədəfdir. Okay, birləşdirdim. Satışı artıq disable edə bilərəm. Bunu gətirib adını marka qoyacağım. Və markada artıq duplikatlar olduğuna görə mən remove duplicates'dən istifadə edərək duplikatları silmiş olacağım. Sonra close and apply istifadə edərək yeni bir marka cədvəli yaratdım. Artıq bu marka cədvəli mənə kömək eləyəcək ki, mən marka hansını seçəndə, nə marka seçirəmsə, o satışı da filtrləyəcək, hədəfi də filtrlənmiş olacaq. Onun üçün yeni bir slicer seçə bilərsiniz. Slicer'a gəldiyiniz zaman, yəni slicer'ın müxtəlif növləri var. Ümumiyyətlə dostlar, sizdən müsahibələrdə ən çox fokuslanmalı olduğunuz şey bu kimi tasklar olmuş olacaq. Yəni birinci nədir? Sizdə cədvəllərin adı düzgün olmalıdır. Yəni cədvəllərin adı səliqəli olmalıdır. Mən indi vaxt limitinə görə measure'ları burada yaratdım, amma yaxşı olardı ki, əlavə bir dənə table yaradıb, həmin o table'da measure'ları yığmış olasınız. Daha sonra modelingdəki əlaqələr düzgün olmalıdır. Lazımsız datanı bura gətirməməlisiniz. Bundan başqa şifahi olaraq sizdən soruşa bilərlər ki, quick measure ilə measure'ın fərqi nədir? Same period last year ilə date'in fərqi nədir? Hansı ki bu taska aid yoxdur, amma ümumiyyətlə ola bilsin ki, yaxınlıqda hazırlaşırsınız. Bu sırf şey baxımından sualdır. Bir task verirlər, sizdən onu
göstərilər. Təbii ki, taskın hamısını bir saata, 2 saata o vizualları yığa bilməyəcəksiniz, amma əlaqəni düzgün göstərməlisiniz. Bundan sonra onu rahat şəkildə vizuallaşdıra bilərsiniz. Kanalı da həmçinin tarixi də həmçinin ona uyğun seçmiş olacaqsınız. Belə, biz davamlı şəkildə vizualları paylaşacağıq. Bu reportun ardını, webinar 1 saatlıq nəzərdə tutulan biz yekunlaşdırırıq. Ardı olaraq necə dashboarda çevirərsiniz, onu artıq YouTube kanalında paylaşmış olacağıq. Amma dataset bu şəkildə olmuş olacaq. Yəni bu müsahibə taskı 3 fərqli şirkətdə namizədlərdən soruşulubdur. Siz bunun hal-hazırda nəyi görmüş oldunuz? Yəni datanı gətirib necə bir struktura sala bilərsiniz. Çünki vizual tərəfi razılaşıram ki, çox vaxt alacaq. Vizual tərəfə fokuslanmaq lazımdır ki, report daha oxunaqlı olsun. Ancaq siz bu əlaqəni düzgün qurmasanız, düzgün measure yazmasanız, düzgün şəkildə dəyişdirməsəniz, o birinci gördüyümüz o tarix data tipi yanlış olduğuna görə nə qədər ki vaxt itirmiş olacaqdınız. Ondan sonra digər mərhələyə keçə bilməyəcəksiniz. Və indi kiminsə hər hansı sualı varsa, 5 dəqiqə vaxtımız var. O sualı cavablayardım. Gözləyirəm suallarınızı. Vəli bəy, Excel fayl bazasını paylaşa bilərsiniz. Tamam. Mənə WhatsApp-dan yazarsınız. Mən qrupdan bütöv paylaşmayacağam. Kimlərə maraqlıdırsa, yəni WhatsApp-dan adminəm, yaza bilərsiniz. Oradan yüklü şəxsiyə göndərə biləcəm. Çünki ya da e-mailinizi göndərərsiniz. Qrupa açarıq e-mailə. Kimlərə maraqlıdırsa e-mail atar. Mən toplu şəkildə, yəni e-mailini yazan şəxslərlə onu görüşə bilərəm. Taskda mən şey göstərdim, yalnız Power BI, amma orada Excel-ə aid tasklar da var. Onu da özünüz üçün işləyə bilərsiniz. Çox sağ olun Vəli bəy. Siz sağ olun. Başqa kimin hər hansı bir sualı varsa? Bir də öyrənməyin ən yaxşı üsulu sual verməkdir. Yəni sual verdikcə öyrənirsən. Mənim burada göstərdiyim hər hansı bir hissədir. Vizualı İstəyərəm ki, sizin özünüz nəsə hazırlayasınız, mən onu yoxlayım. Bu daha yaxşı olar ki, feedbacklər vermiş olum. Çünki bu reportu dashboarda çevirmək üçün, yəni 50-dən çox üsulla göstərə bilərik. Mən öz versiyamı paylaşacağam. Yəni bir həftə ərzində düşünürəm öz versiyamı paylaşım. Ancaq yaxşı olardı ki, sizin özünüz də yaradasınız, mən ona bir feedback vermiş olum. Amma bəli, bunun ardı dedim, yəni vizual tərəfini. İndən belə ancaq vizual tərəfindən isə insight çıxarır. Çünki o bizdən nə istəyirdi? İllik icra faizini göstərdik, ilk 10 günün satışını göstərdik, yəni kiçik çatı. İndi bunu daha dinamik göstərəcəyimiz hissə var ki, onu da mən paylaşacağam. Amma siz özünüz də yaratsanız daha yaxşı olardı ki, mən feedback verə bilim. Siz sağ olun. Başqa hər hansı sual? Okey, bir də nə kimi webinarlar, seminarlar Power BI-in hansı tərəfinə aid? Ola bilsin ki, gateway ilə bağlı olsun, ola bilər ki, Power BI servisinə bağlı olsun, data vizuallaşdırma yaxud sırf Power Query aid tasklar olsun. Mən təşəkkür edirəm. Ona aid növbəti webinarı artıq ona uyğun keçirmiş olacağıq. Yəni poll yaradacağıq WhatsApp-da. Ən çox qrupda olan, səs verməyə səslən nə üzrə webinar istəyirsə, o üzrə webinarlar təşkil etmiş olacağıq. Okey. Oldu. Dostlar, mən sizlə sağollaşıram. Sağ olun. Xoş istirahətlər, xoş həftə sonu. Ümid edirəm faydalı oldu. Amma bu bir hissəsidir, yəni. Ardı, yəni daha çox vizualı çatmaq üçün daha çox işlər görmüş olacağıq. Sağ olun. Sağ olun, teşekkürler. Təşəkkür edirəm.